və yalanın taxtı sarsıldı. Bu möcüzə Yuşa ibn Nunun əleyhissalam möminlərin iştirakı ilə sadəcə İrihonun divarlarının ətrafında olmaları və borularının səsi ilə həmin divarların çökdüyü möcüzədən heç də geri qalmır. Bu həmçinin İlyanın əleyhissalam göydən od çağıraraq xalqın həqiqətin harada, batilin isə harada olduğunu göstərdiyi möcüzə qədər önəmlidir. Haqq gəldi və batil yox oldu. Həqiqətən batil yox olmağa məhkumdur. Allah bizimlədir ey mömin qardaş və bacılarım. O öz seçimini bəlli etdi və bizi bu böyük əlamətlə şərəfləndirdi. O qəsbkarları və şeytanın təyin etdiklərini məğlub etdi. Çünki Papa titulu adi bir titul deyil. Papa adını daşıyanlar İsa Məsihin əleyhissalam vəsisi və xəlifəsi olduqlarını iddia edirlər. Vatikanda oturan Papa İsa'nın əleyhissalam sözcüsü, təmsilcisi, varisi, xəlifəsi